Bunlar bizdə aktelində satılır. Bu matçadır, bu isə ananasdır. Ödəm atıcı olaraq bu da enerji verir, toxluq yaradır. Biz bunların ikisini bir arada sizlər üçün gətirdik. Ananaslı matçalı detoks sirkəsi. Bəli, gördüyünüz kimi belə bir qablaşmadadır. Özümüz də iş yerində bunu içirik, özümüz üçün açmışıq. Qarnı dümdüz edir, bəli, həm toxluq yaradır, həm yağlar parçalanır. Gördüyünüz kimi üstündə istifadə qaydası yazılıb. Necə yazılıb, ona uyğun istifadə eləmək lazımdır. 2 dənə belə qaşıq, 1 çay qaşığıdır. Bu da 2. Qatdıq 1 stəkan suya. Yeməkdən yarım saat sonra 1 stəkan suya qatırıq bunu qəşəng. Ananas da yəni burada qeyri-adi bir şey yoxdur ki, matça ilə bir yerdədir. Çox dadlı, çox əla, özünüz üçün. Yəni bir dənə qəşəng elə bil ki, belə detoks hazırlayırsınız. Dadına baxaq bismillah. Turşməzədir, çox əla dadı var. Yəni hamınız alıb rahatlıqla içə bilərsiniz. Burada məsəl üçün ananasın tək özü də var. Bir də burada 7-8 belə qarışıq var. Bu da arxılatıcıdır. Bu sirkəmizdən də gəlib əldə edə bilərsiniz. Tərkibində ananasdır, chia toxumudur, almadır, rozmarindir, ənginardır, kividir, yaşıl çaydır, darçındır, avokadodur və başqa məhsullardır. Arıqlatıcı olaraq istifadə edə bilərsiniz. Başqa sirkələrimiz də var burada. Məsəl üçün şəkərdən əziyyət çəkənlər üçün ışqın kökünün sirkəsi var. Gördüyünüz kimi 500 ml belə qablaşmada qaraciyər, xolesterin üçündür. Sırf qaraciyər üçün belə bir sirkə var. Tərkibində ənginar yarpağı, ənginar sapı, zəncirotu, alaqanqal belə bir qəşəng məhsul var. Qadınlar üçün ərküdə hayt sirkəsi var. Qadın xəstəliyinə əziyyət çəkənlər üçün alıc sirkəsi var və başqa məsəl üçün sarımsaq, limon cəfəri var. Tromb və ürəyin fəaliyyətini yaxşılaşdırır. Təzyiqdən əziyyət çəkənlər üçün alıc sirkəmiz var. Kim istəsə hamısı da sertifikatlı məhsullardır. İnşallah buyurub gəlib ünvanınızdan bu gözəl məhsullardan əldə edə bilərsiniz.